Halkın isteği, ne istediği, kime destek verdiği, kim tarafından zulüm gördüğü sosyal şebekeler ve internet portalları vasıtasıyla dünya ictimaiyyətine çatdırılmalıdır. Çünkü bu platformalar təkcə Azərbaycanda değil, bütün ölkələrin səfirliklərində və beynəlxalq təşkilatlarda izlenilir. Xaricdə yaşayan Azərbaycanlıların fəaliyyəti hakimiyyət üçün xüsusilə narahat edicidir və bu rejimə ciddi zərər vurur. Bugünkü şəraitdə xalqdan birbaşa meydanlara çıxmaq tələb olunmur. Əsas inqilaba, üsyana qədər kiminsə zərər görməsini istəmirik. Əsas məsələ sosial şəbəkələrdə daha aktiv olmaqdır. Daha sərt reaksiya verməkdir. Fikirlər yazmaq, paylaşımlar etmək, xaricdəki blogerlərin çıxışlarını yaymaq, onların paylaşımlarının altında hətta yorumlar yazmaqla mövqelərinizi bildirməlisiniz. Hətta hakimiyyətə yaxın medialarda yayılan saxta xəbərlərə belə etiraz bildirmək çox vacibdir. Sizin attığınız addımlar Azərbaycan xalqının azadlığa gedən yolunda real və təsirli addımlar olacaqdır. Xalq əmin olmalıdır ki, bu rejimdən azad olacaq. 2026-cı il çox çətin və mürəkkəb bir il olacaq. Kim düzgün addım atsa, düzgün mövqe seçsə və xalq azad olmaq istəyirsə, azadlıq uğrunda danışan, mübarizə aparan şəxslərə ciddi dəstək göstərilməlidir. Bir sözlə, bu rejimdən azad olmağın, bu rejimi başımızdan rədd eləməyin əsas səbəbi Azərbaycan xalqının özüdür. Xalq ciddi reaksiya verərsə və narazılığını açıq şəkildə ifadə edərsə, bu beynəlxalq aləmdə, hətta mediada belə xalqın etirazı beynəlxalq aləmdə qəbul olunacaq və hakimiyyət üçün böyük zərbə vurulacaq. Xalq əmin olsun ki, bu rejim bu cür mübarizədən qalib çıxa bilməyəcək. Bu boyda xalqı əzməkdən, bu boyda cərmələri qaldırmaqdan, bu boyda polis dəyənəyindən xalqı incitməkdən, bu boyda polisin səlahiyyətlərini polis çatmır daxili qoşuna da verməkdən, hətta onu da azlıq hesab eləyib dövlət sərhəd xidmətinə də polisin vəzifələrini verməkdən, xalqı əzdirməyə çalışmaqdan hakimiyyət ömrünü uzada bilməyəcək. Hazır olun inqilaba və dözümlü olun. Artıq bu İlham Əliyevin Qəbələdə, Şahdağda sürüşməsinə baxandan sonra tam əmin oldum ki, İlham Əliyevdən 3 dənədir. Əsl İlham Əliyev Azərbaycanda yoxdur. Bodrumdadır. Yenilidə Bodrumda keçir. Paşinyan meydanda keçirdi. İlham Əliyev Bodrumda keçirdi. Əsl İlham Əliyev yoxdur. Əsl Mehriban da yoxdur. Sizin gördüyünüz çox vaxtda ortaya çıxan İlham Əliyev budur. Artıq bunu görmürsünüz. Baxın, deyək ki, burnunu əməliyyat elətdirib də, burnu deyək biraz düzdür. Amma baxın, üst dodaqları eyni deyil. Əsl İlham Əliyevin üst dodağı yekədir, bu İlham Əliyevin üst dodağı balacadır. Əsl İlham Əliyevin alt dodağında burada bir çöküntü var, görürsünüz. Üstəlik də alt dodağı da qabağa uzanar vəziyyətdədir. Amma burada isə tamamilə çöküntü yoxdur. Alt dodağı da heç böyüklüyü yoxdur, nəzikdir. Çənənin fərqi də göz qabağındadır. Qaş, alın və burnun çöküşünə baxın. Əsl İlham Əliyevin alnına baxın, burnuna baxın, necədir. Amma əsl olmayan İlham Əliyevin alnına baxın, burnuna baxın. Əsl olmayan İlham Əliyevin qulağına baxın. Qulağın uzunluğuna baxın. Qulağın hətta burasına baxın. Bu sırğa taxılan yer var. Bunun üzəri dəliyinə baxın. İndi baxın əsl İlham Əliyevə baxın. Bax, qulaq seyvanı belə sallaqca başqa cürədir. Bax, tamamilə yumru qulaqdır, yumru fasondur, uzun deyil. Fərq var. Tamamilə fərqlənir. Bax, dağdan aran qədər fərq var. Ay millət. Əsl İlham budur. Bunu daha görməyəcəksiniz. Görsəniz də nadir hallarda görəcəksiniz. Saxta İlham Əliyev bax budur. Siz daha hər zaman bunu görəcəksiniz. İlham Əliyev danışanda hər zaman belə eləyir bax. Dodağını oynadır. Ama bir aydan çox da ortaya çıxan saxta İlham Əliyevin bir dəfə dodağını oynatdığını görmüsünüzmü? Biraz da paraşa buraxdılar, İlham burnunu əməliyyat elətdir. Başını dəyişdilər bu uğraşın. Paşinyan yeni ili xalq da meydanda keçirdi. Bütün xalq hər yerdə paylaşıldı. Mən də dedim İlham Əliyev Bodrumda keçirdi. İndi nəsə eləmək lazım idi axı. Saxta İlhamı tez göndərdilər. Başı yaloylu təcili hara? Şahdağa. Güya xalqın içində Şahdağda keçiribdi. Eyni zamanda Madronu tutdular. İranda savaş. Yəni İlham Əliyev güya heç nə vecinə deyil də. Güya heç nədən qorxmur da. Bu öz həyatını yaşayır da. Həm Paşinyan həm bu cür qorxmuram görüntüsünü yaratmaq üçün tez bazar saxta İlhamı soxdular. Bu İlham Əliyevsə mən Afrikalıyam. Bu nə İlham Əliyevdə? Bax, ən yaxından çəkilən şəkil budur. Öz el eləyiblər ki, şəkil el eləyiblər ki. Biri var tam da prezident şəkildə, tam aydın görünən. El olmur. Bax, böyüdən kimi şəkil bozarır, biraz da vidini itirir. Bu nəzik dodaq, balaca burun, uzun qulaq İlham Əliyevdir. Niyə İlham Əliyev mikrofona yaxınlaşmır? Niyə İlham Əliyev qaçır? Ala baxın. Niyə İlham Əliyevin götünü çəkirlər? Baxın. Baba İlham Əliyev uzaqdan çəkirlər. Bax niyə? Niyə baba ən yaxın budur. Güya böyükdür. Güya böyükdür. Heç bax İlham Əliyev olduğu belə bilinmir. Baxın. Bakın baba niye böyle çəkirlər bunu? 6 il önce. Bak biz gördüğümüz İlham Əliyev Şahdağda belə olurdu. Bakın çay içirdi Mehribanla, sürüşürdü, başı açık, başı mikrofona danışırdı. Bak biz belə İlham görmüşdük. Bu ne İlhamdı çıxıb ortaya? Başka burun, başka dodaq, başka kulak, başka baş. Ala bakın görün bak İlham Əliyev necə kameraların qabağındadır. Ala oba. Kim düzgün addım atsa, düzgün bölgeyi seçsə və xalq azad olmaq istəyirsə